Hörmətli tamaşaçılar, süni intellekt savadlılığı proqramı təmin olunur, təşkil olunur daha doğrusu. Onun bizə verəcəyi nədir? Sertifikatlarla bağlı məsələ, regionlarla bağlı məsələ, haralarda keçiriləcək deyə Nofəl Əliyev Asan İnnovativ İnkişaf Mərkəzinin təmsilçisi bizdən bütün bu məlumatları bölüşdü. Biraz da yenə qayıdaq siyasi mövzulara. İrandan yeni bir məlumat var. İran, Birləşmiş Ştatlar prezidenti Donald Trump'ın tərəflər arasında razılaşma əldə olunmayacağı təqdirdə ölkəni hərbi müdaxilə ilə hədələməsinə reaksiya verib. İran Xarici İşlər Nazirliyinin sözcüsü İsmail Bəqai Birləşmiş Ştatlar liderinin razılaşma üçün Tehrana son tarix vermədiyini bildirib. İran həmişə diplomatik proseslərdə dürüst və ciddi davranır. Heç vaxt ultimatumları qəbul etmir. Ona görə də bu iddianı təsdiqləmək mümkün deyil deyə diplomat vurğulayıb. Donald Trump'dan danışırıqsa, məhz Trump'ın Qrenlandiya ilə bağlı son açıqlamalarına yenə diqqət mərkəzinə gəlib. Bundan danışaq, alacağıq ifadəsi zarafat kimi səslənsə də bu mövzu artıq təkcə ritorika deyil. Belə bir məqamda ortaya suallar çıxır. Niyə Birləşmiş Ştatlar milyarderlər və texnologiya nəhəngləri son illər buzlarla örtülü bu adaya yönəliblər? Məsələ ondadır ki, Qrenlandiya bugün sadəcə coğrafi ərazi yox, nadir resursların, süni intellektin və qlobal güclərin kəsişdiyi strateji nöqtəyə çevrilir. Bu marağın arxasında dayanan səbəbləri araşdırmışıq. İzləyək. ABŞ prezidenti Donald Trump Qrenlandiya ilə bağlı növbəti dəfə diqqət çəkən açıqlama verib. Vaşinqtonda yanvarın 30-da keçirilən rəsmi qəbul zamanı Trump Venezuela, Kanada və Qrenlandiyanın güya ABŞ-nin tərkibinə daxil ola biləcəyi ilə bağlı zarafat edib. The Washington Post'un yazdığına görə jurnalistlər üçün qapalı keçirilən tədbirdə çıxış edən Trump ABŞ-nin Qrenlandiyaya müdaxiləsini izləmək üçün çıxışını yarımçıq dayandırmalı ola biləcəyini bildirib. Ardınca isə Qrenlandiyaya müdaxilə etməyəcəyik, onu alacağıq deyib. ABŞ prezidenti sonradan bu fikirlərin ciddi qəbul edilməməli olduğunu vurğulasa da, Qrenlandiya mövzusu artıq təkcə zarafat səviyyəsində qalmır. Çünki son illər Qrenlandiya Amerikalı milyarderlərin, texnologiya nəhənglərinin və strateji dairələrin ciddi maraq göstərdiyi əraziyə çevrilib. Qrenlandiya qərb dünyası üçün strateji baxımdan kritik mövqedə yerləşir. Bugün nadir torpaq elementlərinin 90%-dən çoxu Çinin nəzarətindədir. Bu isə süni intellektdən tutmuş hərbi sənayeyə qədər bir çox sahələrdə qərbin Pekindən asılı qalması deməkdir. Qrenlandiya isə bu asılılığı azaltmaq üçün real alternativ kimi önə çıxır. Həmçinin iqlim dəyişikliyi də bu ərazinin strateji əhəmiyyətini daha da artırır. Buzlaqlar əridikcə Asiya ilə Avropa arasında ən qısa dəniz marşrutu Qrenlandiyanın şimalından keçməyə başlayır. Bu isə qlobal ticarətdə yeni bir boğazın formalaşması deməkdir. Bu marşruta nəzarət edən tərəf gələcək qlobal ticarət axınlarına da nəzarət etmiş olacaq. Grönland'ın çevresindeki gemileri kontrol edebilmesi, askeri ve ticari gemileri, füze savunma sistemlerini Grönland'a yerleştirmesi olanağını sağlaması, ayrıca Grönland'daki petrol, doğal gaz ve kıymetli madenler gibi doğal kaynakları kullanabilmesi gibi amaçları vardır. Bəzi milyarderlər Qrenlandiyanı klassik dövlət idarəçiliyindən kənar eksperimental ərazi kimi görür. Məsələn, 2019-cu ildə Bill Gates, Jeff Bezos və Sam Altman kimi zənginlər Qrenlandiyada fəaliyyətə başladılar. Məqsəd süni intellektdən istifadə edərək buzlaqların altında gizlənən nikel, kobalt və platin kimi kritik mədənləri aşkar etmək idi. Bu resurslar masir texnologiyanın əsas ayaqları hesab olunur. Trump'ın yaxın çevrəsindən olan milyarder Ronald Lauder də Qrenlandiyada aktivdir. Estee Lauder şirkətinin varisi olan Lauder su qablaşdırma və enerji layihələri ilə adada mövqe tutub. ABŞ-nin keçmiş təhlükəsizlik müşaviri John Bolton'un sözlərinə görə Trump'ın Qrenlandiyanı almaq ideyasının arxasında dayanan əsas fiqurlardan biri də məhz Lauderdir. Donald Trump'ın zarafat kimi təqdim etdiyi açıqlamalar Qrenlandiya ətrafında gedən böyük mübarizənin yalnız görünən hissəsidir. Bugün Qrenlandiya buzlaqlarla örtülü ada deyil, süni intellektin, nadir resursların və qlobal güclərin toqquşduğu strateji məkana çevrilib və görünən odur ki, bu uğurda mübarizə artıq başlayıb. Silahla deyil, milyardlarla dollar və texnologiya ilə. Birinci hissəmizi yekunlaşdıraq, amma yenə görüşəcəyik.